Salam dəyərli izləyicilər. Bu gün 6-cı sinif riyaziyyat kitabından mövzu çoxluqlardır. Sualının izahına baxaq. İlk öncə şərti oxuyaq. Deməli, n natural ədədlər çoxluğu, z isə tam ədədlər çoxluğudur. Boş xanalara daxildir və ya daxil deyil simvollarından uyğun olanı müəyyən edin deyir. İlk öncə xatırlayaq, z nə idi? Z tam ədədlər. Tam ədədlər deyəndə tam ədədlər, natural ədədlər, sıfır və natural ədədlərin əksi olan ədədlərdir. Natural ədədlərdə müsbət ədədlərdir sadəcə, tam ədədlərin sadəcə müsbət versiyasıdır və sıfır daxil deyil. İndi isə baxaq, 23 deyir natural ədəd. 23 natural ədəddir, bəli. O zaman daxildir işarəsindən istifadə edəcəyik. Daha sonra 23 tam ədədə daxildirmi? Bəli, yenə də daxildir işarəsini qeyd edirik. Mənfi 8 natural ədədə daxildirmi? Xeyr. Mənfi 8 tam ədədə daxildir, amma natural ədəd ola bilməz. Natural ədədlər sadəcə müsbət ədədlərdir. Daxil deyil. Mənfi 8 tam ədəddir, düzdür. 0 tam ədəddir, bəli, düzdür bu da. 0,2 natural ədəddir, xeyr. Natural ədədlər sadəcə tam olmalıdır. Kəsir ola bilməz, onluqda ədədlərdə ola bilməz, mənfi də ola bilməz. Ona görə bu da yanlışdır.